bir dəfə uzun müddət riyaziyyat üzərində işləyir, araşdırır, müəyyən qədər mövzu öyrənir. Amma ondan sonra, yəni bir dəfə öyrəndikdən sonra uzun bir müddət ara verir, riyaziyyatı öyrənmir. Sonra yenidən müəyyən qədər mövzu öyrənmək istəyir, yəni uzun müddət məşğul olmaq istəyir, müəyyən qədər mövzu öyrənmək istəyir. Artıq hər dəfə belə edəndə riyaziyyat ona yorucu gəlir, öyrənmək istəmir, həvəsdən düşür. Bunun isə həll yolu isə budur ki, mütləq riyaziyyatda disiplinli olmaq lazımdır. Hər gün 1-2 saat riyaziyyat üzərində işləməyiniz kifayətdir ki, siz riyaziyyatı öyrənə biləsiniz. Və riyaziyyatı məsələn müəyyən bir müddət riyaziyyatda mövzuları öyrəndikdən sonra o öyrəndiklərinizdə mütləq təkrar edin. Təkrar. Beləliklə, riyaziyyatı öyrənə bilməməyinizin səbəbi sizdə deyil, sizin riyaziyyata olan yanaşmanızdadır. Əsas boşluqları görməmək, qorxu və motivasiyasızlıq, disiplinin olmaması, düzgün strategiyanın olmaması bunlar riyaziyyatı öyrənə bilməməyinizin əsas səbəbləridir. Artıq siz dediyim qaydalara riayət etsəniz, artıq riyaziyyatı öyrənə bilməməyiniz üçün hər hansı bir səbəb qalmır. Və bununla da bu qaydalara riayət etdikdən sonra siz asanlıqla riyaziyyatı öyrənə bilərsiniz. Sonda isə video sizə faydalı oldusa, videonu bəyənib və kanala abunə olmağı da unutmayın.